Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər və abituriyentlər. Biz sizinlə axırıncı dəfə alqoritm mövzusundan 40-a qədər sualların izahını paylaşmışdıq. İndi isə müəyyən bir hissəsinin izahını vermək istəyirəm. Başlayaq 41-ci sual nümunəsindən. Deməli, n-in ilkin qiyməti 32 olarsa, alqoritmin icrası nəticəsində S dəyişəni hansı qiyməti alar? Burada bilirik ki, faiz, yəni birinci ədədin ikinci ədədə bölünməsindən alınan qalığı bildirir. Baxaq, alqoritmə baxsaq, bizim şərtimizdə n kiçikdir 50-də, yəni hər qoluna doğru istiqamət almalıyıq da. Amma n bizdə əgər 50 qiymətini alarsa, o zaman yox, qolu icra olunmalıdır. Baxsaq, n-in başlanğıc qiyməti 32-dir. Burada şərtdə onu bildirir ki, yəni n nə zaman 5-ə bölünəndə qalıq sıfıra bərabər olarsa, sən hər qolunu icra et. Yəni, bu onu bildirir ki, elə bir ədədlər qoymalıyıq ki, bura həmin ədədlər 5-ə tam bölünməlidir. 32-dir başlanğıcımız. Amma 32 5-ə bölünmür də, yox qol icra olunacaq. Ta ki, nə zamana kimin? N 35 alana kimin, düzdürmü? 35 alındı. 35 alanda artıq S-im N ilə cəmlənməlidir. S-in başlanğıc qiyməti 0-dır. Mən birbaşa 35-i yazıram. Və N də 5% dəyərini artırır. Deməli, artıq 35-dən sonra nə gələcək? 40 gələcək, düzdürmü? Sonra 45 gələcək. Və artıq 50-də mən yox deyib dövrdən çıxmalıyam. O zaman bunun cəmi bizə S-in son dəyərini verir. Deməli 75, 75-in üstünə 45 gələndə 120. Cavabımız C bəndi. Baxaq 42-ci suala. Deməli, tək ədədlərin hasilini istəyir. Baxsaq, bizdə 49-a kimin davam eləməliyik. Yəni, biz bu şərtə elə bir belə deyək də, yazmalıyıq ki, elə bir ədəd. Yəni, son olaraq 49 özü də daxil olsun. N-in başlanğıc qiyməti -1-dir və hər dəfədə 2 vahid artır. Yəni, olacaq 1, 3, 5, 7-də tək ədədləri. Baxsaq, indi N2 qiymətinin 2 vahid artırır, sonra hasilini tapır. Deməli, mənim burada elə bir ədəd qoymalıyam ki, son 49 olması üçün son dəfə, yəni n, tutaq ki, 49 yazsam, mən 47 ilə gedəcək də ən son dövrə, düzdürmü? 47 kiçikdir 49-dan deyəcəm, hə, n 2 vahid artacaq, sonra cəmlənəcək, düzdür? Deməli, mən bura n kiçikdir 49 yazmalıyam. Əgər n kiçik bərabər 49 yazsam, o zaman bu 51-ə kimin hasilini tapar. Ona görə də bura n kiçikdir 49 şərtini yazmalıyıq. Baxsaq, cavabımız B bəndi. Keçək 43-cü suala. Deməli, nə deyir? Alqoritmin icrası nəticəsində x, y, z və n dəyişənlərinin son qiymətini istəyir. Və başlanğıc qiymətlər də məlumdur. Baxsaq alqoritmin gedişatına görək nə var burada. Deməli, n hər dəfə 3 vahid artır, x 3-ə vurulur, y də 2-yə vurulur. Mən gedib şərtimə baxaram. Y böyük bərabərdir 55. Yəni, mənim son qiymətim, yəni 55-də hər qoluna getməliyəm, düzdürmü? Y-imin burada başlanğıc qiyməti nədir? 8-dir. Gedib addım-addım icra edərəm. Çünki nəyə görə addım-addım icra etməliyəm? Əslində icra etməyə də bilərəm. Problem deyil. Burada 3 dəfə artır, hər dəfə 3 dəfə artacaqdır və 2-yə vurulacaqdır. Yəni y onsuz da alqoritm gedişatında y dəyişmir də. Yalnız burada dəyişir. Düzdürmü? Z də x plus y istəyir. Yəni mənim y-im nə olacaqdır? Birinci 8-i 2-yə vuracam. Düzdür, 16 eləyəcək. 32 eləyəcək. Baxın, 32 böyük bərabərdir 55. Deyirəm, yox, 64 eləyər. Düzdürmü? Rahat mən bunu həllini taparam. Yəni, 3 dövrə gedəcək. Düzdür? İndi z-i deyərik ki, necə hesablayarıq? Onsuz da hər dəfə addımda z
X plus Y-in cəmini istəyir də, düzdürmü? İndi baxsaq, çalışıram qısa yolla deyim. Baxın, 3 dəfə dövr gedirsə, n-in başlanğıc qiyməti 3-dür. 3 dəfə bunu dövr etsəm, n olacaq 9. X-i də 3 dəfə öz-özünə vuracam. Yəni, nə olacaqdır bu? X-in başlanğıc qiyməti 5 idi. 15 eləyər, 45 eləyər 135. Düzdürmü? Əla. Daha mən bunu addım-addım getməyim. Niyə görəm? Yenə də deyirəm. Çünki artıq mənim buradan şərtimdən bəllidir ki, mən nə etməliyəm. Rahat yolla mən artıq dövrünün sayını tapdım və sadəcə olaraq hesapladım. İndi məndə onsuz da Z burada X və Y-in son cəmini istəyir. Deməli, Z nə olar? X və Y-in son cəmi. Yəni, Z-im nə olacaqdır? 199. Əla. X nədir? X-imiz oldu 135. Düzdürmü? X-imiz 135. Y-imiz nədir? 64. Z-imiz 199. N-imiz də 9. Cavabımız E bəndir. Əslində burada dövrün sayını tapıb rahat etmək olar. Amma bir-bir də yazmaq olar təbii ki. Sadəcə olaraq bu zaman aparar. Yəni o çox zamanımızı alır. Gedək 44-cü sual nümunəsi ilə. Deməli, bizdə yenə də x və y ədədlər verilibdir. Deyir ki, x kiçikdirmi 16. X-in başlanğıc qiyməti nədir? 10-dur. Və 10 kiçikdir 16-dan deyirəm, hə, x böyükdür y-dən. 10, 15-dən böyükdür deyirəm, yox. X-in qiymətini 5 vahid artıracam, olacaq 15. Y-in də qiymətini 3 vahid azaldacam, olacaq 12. Düzdürmü? Yenidən qayıdıram şərdə. 15 kiçikdirmi 16? Deyirəm, hə. 15 böyükdürmü 12-dən deyirəm, yox. Mən əslində bayaq, mən burada səhv getdim, müəllimlər. Deməli, x düz getmişəm. Deməli, 15 kiçikdirmi? 15 böyükdürmü 12-dən deyəcəm, hə, bu olacaq nə? 13. Y-in də qiymətini artıracam 4 vahid, olacaq nə? 16. Düzdürmü? Qaydıram dövrə. 13 kiçikdir 16-dan deyirəm, hə. X böyükdür y-dən. 13 böyükdür 16-dan deyirəm, yox. Təzədən artırıram 5 vahid. Yəni 13 idi. X-imiz nə oldu? Deməli 18. 18. Y-imiz nə oldu? Y-in son qiyməti nə idi? 16 idi. 16-dan da özünü çıxırıq, qalır 13. Düzdürmü? X-imiz 18, Y-imiz 13. D bəndi. 44-də D bəndi. Keçək 45-ci sual nümunəsi ilə davam edək. Deməli, istifadəçinin kalkulyatoru 2 əmri yerinə yetirə bilir. Bu xətti algoritmdir. Sadəcə olaraq, belə deyək də, yerinə qoyub icra eləməliyik. 7-də də üçün. Birinci deyir 2-yə vur. Baxın, vurdum 2-yə elədi 14. Düzdürmü? İkinci əmri 2 dəfə yerinə yetirəcəm. Yəni 2 vahid artıracam. Plus 2, plus 2. Düzdürmü? Oldu mu 18? Sonra yenidən biz 2-yə vuracağıq 2 dəfə. Yəni vuraq 2, vuraq 2. Düzdürmü? 36, bu da 2, 72. Və plus 2, 74. 74. Cavabımız olacaq B bəndi. Keçək 46-cı suala. Deyir ki, girişə n 3 rəqəmli ədədi daxil edilir. Aşağıdakı addımlara əsasən bu ədəddən yeni ədəd yaranır. İlkin ədədin birinci və ikinci, eləcə də ikinci və üçüncü rəqəmləri cəmlənir. Alınan iki cəm yanaşı olaraq azalan sıra ilə yazılır. Yəni, nümunə də verib bizə. Yəni, deyir ki, birinci ədədi ikinci ilə topla, ikincini üçüncü ilə topla. Yəni, onu azalan sıra ilə böyükdən kiçiyə yaz. Və biz burada verilib, biz bunu almalıyıq. Yəni, 1310 almalıyıq. Düzdürmü? Yəni, mən tutaq ki, x, y, z dəyişənlərin yazdım da. Yəni, biz birlə, bununla bunu toplamalıyıq. Bir də bununla bunu toplamalıyıq. Yəni, x plus y, y plus z. Düzdürmü? İndi müəllimlər bizə ən kiçik qiymət soruşur da. Əgər ən kiçik qiymət soruşursa, biz çalışmalıyıq ki, ən kiçik dəyəri öndə yazaq. Mən indi bu verilmiş bunlardan, yəni bu
2 dənə. Yəni 13 və 10-dan düzəltmək istəyirəm. Onsuz da cəmləri azalan sıra ilə yazacağıq. Düzdürmü? Mən ən kiçiyi almaq istəyirəmsə önə ən kiçiyi yazmalıyam. Tutaq ki, 1-dən 9-a qədər mənim rəqəmlərimdir. Önə ən kiçiyi yazmaq istəyirəmsə, deməli ikinci yerə böyüyü yazım ki, önü tapa bilim ki, ən kiçik nə ola bilər? Baxın, 9 yazdım, önə atdım 1-i, düzdürmü? Problem yoxdur. 1 ilə 9-un cəmi mənə 10 verir. Aha, aldım. İndi 13-ü necə ala bilərəm? 9-un üstünə mən neçə gəlsəm 13 alaram? 4. Deməli, mənim ədədim 194-dür. 194. İndi məndən nə soruşur? Bu ən kiçik rəqəmləri cəmini və rəqəmlərimin cəmi də yox, 194-dən görə kiçik nə ala bilərik bizdən? Varmı görək? Yox, yoxdur, düzəlmir. Deməli, bu rəqəmlərin cəmi bizə verəcək 14. 46-cı sualımızın cavabı olacaq 14. B bəndi. 47-ci suala baxaq. Deməli, alqoritm girişi ardıcıl olaraq 59 və 44 ədədləri verilərsə, çıxışdakı ədədi tapmalıyıq. Sadəcə heç nə yerinə qoyub hesablamaq lazımdır. 59 və 44. Yəni A-m 59-dur. B-im isə nədir? 44-dür. 59 böyükdürmü 44-dən? Deyirəm, hə. 59-u vuracam 3-ə. Gəlin vuraq kalkulyatorla. 59 vuraq 3. Bərabərdir 177. Allah. Yazdıq 177. 177. Sonra B-nin 17-yə bölünməsindən alınan qalıq. 44-də 17 deməli 2 dəfə yerləşər. 34 qalığımız nə olacaq? 10. Düzdürmü? Və düşək. Y bərabərdir bunların cəmi olacaq 187. 187-ni də biz 8-ə bölünməsindən tam hissə götürməliyik. Yenə də kalkulyatorumuzdan istifadə edək. 187 bölək 8 bərabərdir 23,375. Amma biz burada tam hissədən götürməliyik. Cavabımız olacaq 23. Bəndi. Keçək 48-ci sual nümunəsinə. Deməli, alqoritm nəticəsini müəyyən edin. Baxaq, başlanğıc qiymətləri hər bir şey verilibdir. Sadəcə olaraq həll eləməliyik. Deməli, mənim birinci şərtimdə i nə zaman yox qoluna gedəcəkdir? I minimum 20 alsın. Yəni, i 20 alanda yox qoluna getməliyəm də. Düzdürmü? Mən burada görüm, bax, bu hissə. Gövdəm neçə dəfə icra olunubdur. Mən burada dövrlərimin sayını tapım. Gəlin tapaq. Əgər, belə deyək, i-nin başlanğıc qiyməti bizə məlumdursa, i-nin başlanğıc qiymətini yazıram 7, plus 3, x mənim dövrlərimin sayıdır ki, neçə dəfə dövr eləyəcəm. Deməli, böyükdür, bərabərdir, böyükdür, 20. Böyük bərabər də yaza bilərik, problem deyil, sadəcə 20-də yox deyəcəm də. Amma əslində ən doğrusu amma 20, böyükdür 20 yazmalıyıq. Nəyə görə? Çünki 20-ni də qoysaq belə, biz yenə də hə qoluna kiçik bərabər qoysaq, üzr istəyirəm, hə qoluna gedəcəyik. Düzdürmü? Ona görə 20-dən böyük bir qiymət almalıyıq. Və yaxud da 20 də olmalıdır, yox qoluna gedək. Belə xırdalığı ilə desəm əgər. İndi gedirəm, 3x böyükdür 13. Düzdürmü? X böyükdür 4-dən nə qədərsə. Və mənim 4-dən böyük tam ədədim nədir? 5. Deməli, mən burada 5 dəfə dövr eləmişəm. Nəyə görə bayaqlarım yenə deyirəm, kiçik bərabərdə yazmadım. Yəni, bu bəzən bir çox adamı çaşdırır. Çünki əgər i kiçik bərabərdə 20 olsa belə, yəni mən orada hə qoluna gedəcəm. Aydın oldu ona görə. Deməli, böyük bərabərdə qoysam, yəni eyni şey olacaq da. Mənim i minimum 20 olmalıdır ki, mən yox qoluna doğru gedim. Bu şərtə əsasən. Ona görə böyük yazdıq. Yəni, mən dövrdən çıxım. Məsələn, mən 21 qoysam, 22 qoysam,
hamısı mənə yox qoluna aparacaqdır. Ona görə də mən dövrlərimin sayını rahat tapmağım üçün böyükdür 20 yazdım bura. Böyükdür 20 yazdım. İndi dövrümün sayı 5'dir. Əla. F'i 5 dəfə öz-özünə vuracağam. Yəni ki 2. 2-ni 5 dəfə öz-özünə vuracağım. 2-nin üstü 5 mənə necə verir? 32. 32. İndi artıq mən burada bildim, hər şey məlumdur. Yox qoluna gedirəm və F tapmışam ki 32-dir. 32 böyükdür 0-dan deyirəm, hə? D bərabərdir. 32-nin 5-ə bölünməsindən alınan qalıq nə olur? 2. Düzdürmü? F bərabərdir. 32-nin 5-ə bölünümü tam hissə nə olur? 6. Və S-in üstünə D gələcəm. Olacaq 2. Allah, davam eləyək. 6 böyükdürmü 0-dan? Deyirəm ki, hə. O zaman deyim nə olacaq? 6-nın 5-ə bölünməsi alınan qalıq 1 olur. F-in, yəni 6-nın 5-ə bölünməsinin tam hissi də 1 olur. Və S-in üstünə yenidən D gələcəm. S-in son qiyməti 2 idi. 2-nin üstünə 1 gəlirəm. Neçə olur? Olur 3. Davam edirəm. 1 böyükdür 0-dan deyirəm ki, hə, D bərabərdir. F-in, 1-in 5-ə bölünməsindən alınan qalıq. Əgər bölünən böləndən kiçikdirsə, bölünənin özün qaytarırıq. D olacaq nə? 1. F nə olacaq? 1-i 5-ə bölünəndə 0,2 eləyir və onun tam hissəsi 0 olur. S-in üstünə D gələcəm. Olacaq 4. Və artıq şərtimiz ödənməyəcəkdir. S-in son dəyəri 4 olur. Cavabımız C bəndi. Davam eləyək. Sadəcə bu misalda əsas dövrlərin sayını tapmaqdır məqsəd. Alqoritmin nəticəsini müəyyən edək. Yenə də eyni tip sualdır. Burada yenə də baxın, i-nin başlanğıc qiyməti. Artıq bax, bayaq mən dediyim nüansa gəldi bu tipdə. Mən 27 kiçik bərabərdir 27-də də hə qoluma doğru gedəcəm. Düzdürmü? Mən nə zaman yox qoluna gedəcəm? 28-də. Yəni baxın, bayaqlarım o sualda i kiçikdir 20 yazılmışdı, amma artıq burada onunla müqayisəsi var. İndi bilmirəm, bunun gövdədə nə dərəcədə özünü göstərəcək, amma sadəcə olaraq bəzən elə ola bilir ki, 27 özünü ödəyə bilir. Ona görə diqqət eləməliyik ki, yəni hə desək 27-yə, yenidən biz bura bu gövdəyə gedəcəyik. 28-də yox qoluna getməliyik minimum. Deməli, i-nin başlanğıc qiyməti 2 verib. Gəlin dövrlərimizin sayını tapaq. Müəllimlər, bax belə, 2 veribdir. Yazıram 2 plus 7x. Düzdürmü? Mən indi böyükdür 27 yazıram. Niyə görəm? Çünki yenə deyirəm, böyük bərabər olsa belə, yenə hə qoluna doğru gedəcəm. Və ona görə də böyükdür yazıram ki, mən yox qoluna doğru gedim. Əslində, bayaq mən burada onu dedim. Deməli, baxaq, 7x böyükdür 25-dən. 3-dən nə qədərsə eləyir də, yəni x böyükdür 3-dən nə qədərsə, ondan da böyük ilk tam qiymət 4-dür. Düzdürmü? Əla, baxın, rahat tapa bilirəm ki, mənim burada gövdəm 4 dəfə işləyəcək. F-in başlanğıc qiyməti nədir? 1. Yəni, mən 4 dəfə öz-özünə vuracam. Yaza bilərəmmi ki, F bərabərdir 3-ün üstü 4. Yaza bilərəm, bir problem yoxdur. Yəni, 81 almış oluram. Düzdürmü? F-in qiyməti 81-dir. Əla. Yəni, baxın, burada yazaq 81. İndi gedirik, artıq mən burada, onsuz da i-nin falan məndən qiymətini soruşmur. Sadəcə olaraq F-in məqsəd bura dövrün sayını tapıb F-i tapmaqdır. Getdik. 81 böyükdür 0-dan deyirəm, hə. D bərabərdir. Baxaq. 81-in 8-ə bölünməsindən alınan qalıq 1-dir və 81-i 8-ə böləndə 10 eləyir tam hissə. S bərabər S vuracam D-yə. 1-i vururam 1-ə eləyir 1. Davam eləyirəm F-lə. 10 böyükdür 0-dan deyir ki, hə, D bərabərdir. Onun 8-ə bölünməsindən alınan qalıq 2-dir. F bərabərdir. Onun 8-ə bölünməsindən qalan tam hissə 1-dir. S bərabərdir. S vuracam D-yə. 1 vuraq 2. 1 vuraq 2. Oldu 2. Davam eləyək. 1 böyükdür 0-dan deyirəm, hə. D bərabərdir. 1-in 8-ə bölünməsindən qalıq 1-dir.
1-i 8-ə böləndə qalıq 0 nə qədər eləyir və biz onun tam hissəsini götürürük. F0 olur. S-i də vuracam D-yə. S-im nə idi? 2 idi. Vururam 1-ə. Baxın D-yə olur 2. Düzdürmü? Cavabımız olacaq C bəndi. Əslində yenə deyirəm, bu tiplərdə məqsəd dövrün sayını tapmaqdır, qısa tapmaqdır. Ondan sonrası artıq rahatdır. 50-ci sual nümunəsi. A və B dəyişənlərinə müvafiq olaraq 40 və 52 qiymətinin alması üçün ilkin natural qiymətlərin cəmini tapın. Deməli, xətti algoritmdir. Sadəcə o son qiymətləri veribdir. İlki tapmalıyıq da, düzdürmü? Baxaq. Deməli, mən burada baxsam, görərəm ki, B-nin qiyməti var, A-nın da qiyməti var. Yəni, B-nin qiyməti 52-dir, A-nın da son qiyməti 40-dır. Baxın, müəllimlər, sonda A plus B olubdur, 52 olubdur. A-nın qiymətini veribdir burada 40. Deməli, B-im nədir burada? 12-dir də, düzdürmü? Yəni, B burada 12-dir ki, mən 40 ilə cəmləyib 52 almalıyam. Əla. Yəni, son dəyər olaraq B-nin əvvəlki qiyməti nə olubdur? 12-də. İndi mən 12 almaq üçün nəyin üstünə 5 gələndə 12 alaram? Mən B bərabərdir. 7 plus 5 alaram, 12 alaram. B-nin qiymətini tapdıq ki, yəni burada nədir? 7-dir. Baxın, buraya yazıram 7. Düzdürmü? Bir problem yoxdur. İndi mən B-nin qiyməti 12-dir. Gətirib, bax, burada qoyacam. Mən burada qoyacam. A-nın ilkin qiymətini tapacam. Olur. 3-ü vuracam 12-yə. Eləyəcək 36 plus A bərabərdir 40. A-mız nə olacaq? 4 olacaq. A da olur 4. Və bizdə bunların cəmini soruşurdu. 4-ün üstündə 7, 11. Cavabımız B bəndir. 51-ci suala baxaq. Deməli, algoritmin icrası nəticəsində A və B dəyişənlərinin müvafiq olaraq 2 və 4 qiyməti alması üçün dəyişənlərin ala biləcəyi ilkin natural qiymətlərin hasilini müəyyən edin. Baxaq, deməli, nə olmalıdır? Tam hissə 2 olmalıdır. Burada da 4 olmalıdır. Əslində, burada maksimum soruşur bizdən və bu, baxın, bu tam bölməni bildirir. Düzdürmü? İndi mənim burada tam bölməm elə bir ədəd qoymalıyam maksimum ki, 7-yə bölünəndə onun tam hissəsi 2 alınsın, burada isə 4 alınsın. Müəllimlər, bilirik ki, 7-yə bölünən və tam hissəsi 2 olan ilk ədəd 14-dür. Bu ən minimumdur. Və bilirik ki, e, tam hissəsi 4 olan 5-ə bölünən ilk ədəd 20-dir. Bu rahatdır, bunu bildik. Amma bizdən ən böyüyünü soruşur deyə hansı ədədi qoymalıyıq? İndi növbəti hansı ədəddir ki, 5-ə bölünəndə tam hissəsi 2 olmasın da, üzr istəyirəm, 7-yə bölünəndə tam hissəsi 2 olmasın. Bu təbii ki 20-dir. Çünki artıq 21-dən 7-yə bölündə tam hissə nə olur? 3 olur da. Deməli, ən maks 20-dir, düzdürmü? İndi keçək eyni qaydanı da bizi burada tətbiq edəsək, hansı ədəddir ki, onu 5-ə bölündə tam hissəsi ən böyüyü 4 olur. Yəni 25-dən əvvəlki 24-dür də. Çünki 25-i 5-ə bölündə tam hissə artıq 5 olacaqdır. Deməli, bu da 24-dür. Bunların da hasilin soruşur bizdən. 20-ni vuracaq 24 olacaq 480. Sonra 52-ci sual nümunəsi. İstifadəçinin kalkulyatoru 2 əmri yerinə yetirə bilir. Yenə də xətti algoritmdir. İlkin qiymət 5-dir. Heç nə, qoyaq hesablayaq. 5-dir. 5-də birinci 2 vahid artıracaq. Nə olacaq? 7. Sonra 2 dəfə vuracaq. Baxın, 2 vuraq 2. Elə 20-28. Yazdıq 28-i. Sonra yenidən 2, 2. Yəni ki, 2 vahid artıracaq da. Yəni, açıq yazıram. Olur nə? 32. Və axırda 2-yə vururam. Eləyir nə? 64. Cavabımız varmı? Cavab B bəndir. Keçək 53-cü sual nümunəsinə. Algoritm girişə verilmiş n3 rəqəmli ədədini aşağıdakı addımlarla yeni ədədə çevirir. Deməli, ilkin ədədin birinci və ikinci, eləcə də ikinci və üçüncü rəqəmləri cəmlənir. Alınan 2 cəm yanaşı olaraq artan sıra ilə yazılır. Bayaqçı sual nümunəsindəndir.
Nəticədə alınan ədədin 10-13 olduğu məlumdursa, yəni 10-13 ona görə deyirəm ki, onsuz da 2 ədədin cəmi bizə onlara verməlidir də. N ədədinin ən böyük qiymətinin rəqəmləri cəmini müəyyən edin. Tamam, bayaqki qayda ilə x, y, z bilmirəm hansı ədədimdir. Yəni x plus y cəmləməliyəm, y plus z cəmləməliyəm, düzdürmü? Və mən bunlardan 10-13-ü almalıyam. Yəni fərqi yox da, birinci 13-ü də ala bilərəm. Sadəcə olaraq burada artan sıra ilə yazılıbdır. İndi baxıram. Elə bir böyük ədəd almalıyam ki, müəllimlər, ən böyük ədədi soruşursa, çalışmalıyıq ilk öncə ən böyük rəqəmi öndə yazaq. Mən ən böyük rəqəmim nədir? 9. İndi mən 9-dan, burada 2 ədədin cəmi biri 10-dur, bir də 13-dür. Bilirəm ki, bu 13 ondan daha böyük dəyərdir də, düzdürmü? Mən 13-ü almaq üçün nə yaza bilərəm bura? 4 yaza bilərəm, düzdürmü? Əla. Çünki 9-un üstünə 4 gələndə mənə nə verir? Onu verir. Öz sistemi 13-ü verir. Sonra mən nə almalıyam? 10 almalıyam da burada nə yazaram? 4-ün üstünə nə gələndə onu eləyir? 6. Düzdürmü? Bu da eləyəcək. Deməli, bunların cəmi 19. Cavabımız C bəndir. Davam eləyək. Deməli, alqoritm fraqmentinin icrası nəticəsində x, y dəyişənlərinin qiymətini tapın. Baxaq. Deməli, y 10-dur. 10 kiçik bərabərdirmi ondan deyirəm hə. X kiçikdir y-dən. 5 kiçikdir y-dən bəli və x-in qiyməti artır. Olur nə? 6. Y-də öz qiymətin bir vahid azaldır. Y-də olur 9. Yazdıq 9-umuzu. Qayıdırıq şərtə. 9 kiçik bərabərdirmi ondan deyirəm hə. X kiçik bərabərdirmi y-dən deyirəm hə. Bir vahid artırıram, olur 7. Bir vahid azaldıram, bunu da olur 8. Sonra yenidən dövrə qayıdıram. 8 kiçik bərabərdirmi ondan deyirəm hə. X kiçik bərabərdirmi y-dən? 7 kiçikdirmi 8-dən? Bəli, baxırıq. Və bu öz dəyərin bir vahid artırır 8. Bu da öz dəyərin bir vahid azaldır, olur 7. 7 kiçik bərabərdirmi ondan deyirəm hə. 8 kiçik bərabərdirmi 7-dən deyirəm yox. X-dən 5-ini çıxıram. X-dən 5-ini çıxıram. Yəni X-imin son qiyməti nə idi? 8 idi. Burada qalır 3. Düzdürmü? Y-in də qiymətin, son qiymətin 5 vahid artırıram. Nə olur? 12. Qayıdıram dövrə. 12 kiçikdir, bərabərdir. Ondan deyirəm yox və x, y-in istəyir. X-im 3-dür, y-im də 12. Cavablara baxsa, cavabımız B bəndir. Sadə alqoritm nümunəsidir. Keçək 55-ə. Baxaq, görək nə deyir. Yenə də eyni tiplərdəndir. Davam eləyək. Baxsaq, 15 kiçikdir 30-dan deyirəm hə. X böyükdür, bərabərdir y-dən. 15 böyük bərabərdirmi 35-dən? Deyirəm ki, yox. Baxın, yox qoluna gedirəm. Deməli, x-in üstünə 10 gələcəm. X-in üstünə 10 gəlirəm, necə olur? Olur 25. Düzdürmü? Y bərabərdir y-dən çıxıram 10. Olur 25. Gedirəm şərtə. 25 kiçikdirmi 30-dan? Yəni, burada müqayisə edirəm də hələ ki. Deyirəm ki, hə. X böyük bərabərdirmi y-dən? Baxın, 25 və şərt ödənir. X bərabərdir, x-dan çıxıram 5-in. Yəni 25-dən çıxıram 5-in qalır 20. Y-in üstündə 5 gələcəm. Necə olacaqdır? 30 olacaqdır. Gedirəm. Təzdən 20 kiçikdir 30-dan deyirəm ki, hə. X böyük bərabərdir y-dən deyirəm ki, yox. Baxın, burada artıq yox qoluna gedəcəm. X-in son dəyərini götürəcəyik. X-in son dəyəri nə idi? 20 idi. 20-nin üstünə 10 gələcəm. Olacaq nə? 30. Və y-dən 10 çıxacam son dəyərdən. Y-də olacaq nə? 20. Qayıdıram təzdən şərti yoxlamağa. 30 kiçik bərabər, 30 kiçik deyir, 30-dan deyəcəm yox, o zaman dövrdən çıxmış olacaq. Çünki x-in son qiyməti nə idi? 30 idi də. X-dan y istəyir bizdə çapdan,
Deməli 30 və 20. Cavabımız D bəndi. Belə. Baxaq 56-cı sual nümunəsinə. İstənilən n natural ədədi üçün blok sxem formasında verilmiş alqoritmin təyinatını müəyyən edin. Əgər yəni, biz təyinatları müəyyən etmək istəyiriksə, ilk öncə onun nə iş gördüyünü bilmək istəyiriksə, daxil edilmiş n-ə bir özümüzdən dəyər veririk. Baxın, çox böyük ədəd verməyi düşünmürəm. Verirəm n-ə 3. N-ə verirəm 3. A bərabər 1, B bərabər 1. Gedirəm A-nı, 1-i müqayisə edəcəm 3-lə. Addım-addım yazacaq. Deməli, 1 kiçik bərabərdir 3-dən. Deyirəm ki, hə, B-ni vuracam A-ya. 1-i vuram, 1-ə olur nə? 1. Düzdürmü? A-nı bir vahid artırıram. A nə olur? A-nın başlanğıc qiyməti 1 idi də, olur 2. Qayıdıram, şərti yoxlayıram. 2 kiçik bərabərdir 3. Deyirəm ki, hə, B bərabərdir, B-ni vuracam A-ya. Nəyi ümumiyyətlə soruşursa, nəyə soruşursa, onu həmişə açıq yazmağa çalışın ki, istər Python olsun, istər alqoritm olsun, onu oxumaq asan olacaq onda. Baxın, yazıram 1 vuraq 2, düzdürmü? A-nı bir vahid artıracam, A olacaq 3. Deməli, təzədən şərti yoxlayıram. 3 kiçik bərabərdir 3-dən. Deyirəm, hə, B bərabərdir. B-nin son qiyməti nə idi? 1 vuraq 2 vuraq A-nı istəyir də. Vuracam A-ya. Oldu mu? Baxın, açıq yazıram. Vurmuram bir-birinə. A-nı bir vahid artıracam. Olacaq 4. 4 kiçik bərabərdir 3-dən deyəcəm yox. Və məndən B-ni soruşur. B-ni soruşur. Bax, bu nə iş görür? Bu faktorialdır. İndi məqsəd nədir? Neçə faktorial tapmaqdır. Neçə faktorial tapmaq istəyirəmsə, mənim daxil etdiyim ədəd nə idi? N idi də, düzdürmü? Elə nə daxil eləmişdim? 3. Düzdürmü? Neçə dənə ədədin faktorialını tapdım? 3 dənə ədədin faktorialını. Yəni, bu n faktorialın hesablanmasıdır. Cavabımıza baxsaq, cavabımız olacaq A bəndi. Ümumiyyətlə, yenə də deyirəm, bu tiplərdə çalışın nəyi bizdən soruşursa çapda o hissəni açıq yazın ki, onda alqoritmin nə iş gördüyün biləcəyik. İstər bu alqoritm olsun, istər Python olsun. Yəni, bunu açıq yazmaq bizim həmin o verilmiş məsələnin sanki söhbət etməyə bənzəyir. Ondan sonra artıq yavaş-yavaş istənilən bu tipləri yerinə ədəd qoymadan, yəni tapmaq olur. Keçək 57-ci sual nümunəsinə. Bizə bir alqoritm verilibdir. Sadəcə olaraq biz alqoritmin hansı ifadənin qiymətini hesablanar, onu tapmalıyıq. Baxın, n-ə biz özümüzdən ədəd verə bilərik, problem deyil. N bərabərdir 3. Və i hər dəfə müqayisə olunacaqdır burada. Amma sadəcə burada bir dənə horizontallıq var. Baxın, k hər zaman dəyişir. İndi mən bir dənə n-ə 3 verdim, tutaq ki də, yəni i-nin qiyməti nə idi? 1 kiçikdir, bərabərdir. 3 kərə 2-nin 6, 5, düzdürmü? 5. İndi baxın, s-imi cəmləyir və 0 qəbul edirik. 0-ı yazmağa nə ehtiyacım var? Yazmıram. K-m nə idi? 1 idi. 1-i böləcəm nəyə? i-yə, 1-ə. Mənimlər 1-i 1-ə böləndə mənə 1 verir də, düzdürmü? Baxın, deməli mənim s-im başlayacaq 1-dən. Və k nə olacaq? K nə idi burada? 1 idi, artıq k mənfi 1 olacaq. Düzdürmü? İndi gedirəm yenidən. i 2 vahid artdı. i-miz 1 idi, oldu 2 vahid. Deməli, burada artıq mənim məxrəc hissəm nə olacaq? Tək rəqəmlər olacaq. Tək rəqəmlər olacaq. Yəni, avtomatik bir cavabla işləsək belə, yəni söhbət abituriyentlərdən gedir. Çünki onlara məqsəd bal yığmaqdır da, onlar bir informatika müəllimi deyil. Yəni, sadəcə olaraq onlar rahat olaraq bu variantları çıxa bilər də, düzdürmü? Və mənfi ilə başlayanı da çıxa bilər də, düzdürmü? İndi, sonra i-im nə olacaq? i olacaq 3. Gedirəm, 3 kiçik bərabərdirmi 5-dən? Deyirəm ki, hə, s bərabərdir. Deməli, s-imin başlanğıc qiyməti nə idi? 1 idi, düzdürmü? 1 idi. Və baxın, mənim artıq k bölək i-im olacaq da, k-m nə idi? Mənfi idi. Yəni, mənfini müsbətə vurunda nə olur?
mənfi 1 bölək 3. Düzdürmü? Aha, yəni bu qayda ilə mən davam eləyəcəm. Yəni mən sadəcə burada kiçik ədəd verdim ki, yəni nə iş gördüyün bilək. Yəni bu olacaq, sonra kanun dəyişəcək olacaq artıq müsbət. Deməli sonrakı gələcək period. Sonra 2 vahid artırıram deyə 1 bölək 5. Yəni bu qayda ilə davam eləyəcəkdir. Baxsaq variantlara, burada problem var, burada da problem var. Bayaq dedim cavabımız olacaq E bəndi. Sonra keçək 58-ci sual nümunəsinə. Verilmiş alqoritmin yerinə yetirilməsi nəticəsində B dəyişəni 39 qiyməti almışdır. B-nin ilkin qiymətini tapın. Ə, Bu cür misalları xətt alqoritm ştrixlə yazsaq daha rahat olar. Baxın, B2 ştrix, A ştrix plus 8, A2 ştrix bərabərdir B2 ştrix minus A ştrix. Sonra nə olur? Ştrix, ştrix. Yəni ştrixləyirəm ki, rahat görə biləm. Düzdürmü? Problem deyil burada. İndi gedirəm. Mənim son dəyərim nə olubdur? Yəni 39 bərabərdir. B2 ştrix plus A2 ştrix olubdur. Və mən bilmirəm ki, nədir. İndi, baxın müəllimlər, nə edə bilərəm mən burada? Yəni, ştrixləmə bilirsiniz nə deməkdir? Gəlin, belə deyək də, A-nın birinci dəyəri B-nin birinci dəyəri ilə cəmlənib. Sonra artıq B bir dənə sanki bir bərabərlik görüb. Çünki bu birinci dəyər idi. Burada artıq B yeni bir dəyər almalıdır. Düzdürmü? Sonra A-nın birinci dəyəri ilə hesablanıbdır. Sonra A artıq yeni bir dəyər almalıdır. Bu 2 ştrix olacaqdır. Bax, yəni ştrix məsələsi bu deməkdir. İndi mən burada A ştrixin yerinə aparıb bunu qoya bilərəmmi? Yəni 39 bərabərdir. 39 bərabərdir. B2 ştrix plus 16 plus B2 iştirik, çıxaq A iştirik. Belə. İndi baxın, mən bunu sadələşdirim. 39 bərabərdir. 2 dənə B iştirik. Plus 16 çıxaq A iştirik. Düzdürmü? İndi 5 iştirikim yerinə də gətirib bunu qoyaram da. Düzdürmü? 39 bərabərdir 2 vuraq. Baxın, B2 iştirikim nəyə bərabərdir? A iştirik plus 8-ə. Yazdıq mı? Əla. Plus 16 çıxaq A iştirik. Vuraq açaq. 39 bərabərdir 2 dənə A iştirik plus 16 plus 16 çıxaq A iştirik. Deməli, burada nə olacaqdır? 32, 7 bərabərdir A iştirixə. Əla, A iştiriximizi tapdıq. Qəşəng. Baxın, A iştiriximiz bu idi. İndi mənim A iştirixim nədir? 7-dir. 7 bərabərdir 5 iştirix plus 3. Mənim 7 almam üçün 5 iştirixim nə olmalıydı? 4 olmalıdır. Yəni 5 iştirix bərabərdir 4. Cavabımız olacaq 58-də D bəndi. Keçək 59-cu sual nümunəsi ilə. Bu sadəcə xətti alqoritmdir. Yəni bunun rahat yolu bu iştirixdir. Çünki bəzən çox adam arxadan əvvələ gəlir, o çox zaman itiririk onda. Deməli 59-cu sual nümunəsində bizə nə verib? Sual işarələrinin yerinə düzgün doldurmaqla daxil edilən ixtiyari ədədlərin ədəd ortasını tapan alqoritmin buluq sxemini tamamlayın. Deməli, tamamlamalıyıq, amma bizə bir qeyd verib, deyir, dövrdən çıxış x bərabərdir 0 ədədi daxil ediləndə baş verir. Artıq mənə şərtin nə olduğunu deyir də. Yəni, deyir ki, sən nə zaman dövrdən çıxa biləcəksən hə qoluna. Baxın, istiqamətə baxın. Deyir ki, hə qoluna nə zaman gedəcəksən? Sənin 0 qiyməti daxil ediləndə dövrdən çıxış baş verəcək. Artıq mənə deyib də, x bərabər 0-ımı yazıram. Düzdürmü? İndi növbəti hissələri dolduraq. Baxın, t-nin başlanğıc qiyməti, belə deyək də, 0-dır. S-in də başlanğıc qiyməti 0-dır. Ədədi orta nədir? Bilirik ki, ədədi orta daxil edilmiş ədədlərinin cəminin onun sayına bölünməsidir. Düzdürmü? İndi baxırıq ki, və t hər dəfə x-i də bizim daxil elədiyimiz ədədlərdir. Baxın, ixtiyari yazıram. İxtiyar hansısa bir ədədlərə daxil eləmişəm. Və t hər zaman nə olubdur?
cəmlənibdir bu ixtiyari ədədlə. Deməli axırda mən t-ni cəmi saya bölməliyəm. Saya bölməliyəm. Artıq və sonda da a-nı verir. Yəni a bərabərdir t bölək. İndi baxın bura. Baxsaq burada isim nədir? Sıfırdır da, düzdürmü? Deməli say hər dəfə bir vahid artmalıdır. S bərabərdir. S-in üstünə 1 gələcəm. İndi baxsaq, olacaq t bölək s. İndi x bərabər 0 olmalıdır. S bərabərdir. S-in üstündən 1 gəlməliyik. Sonra da a bərabərdir. T-ni bölməliyik s-ə. Baxsaq variantlara. Cavabımız D bəndi. Belə. 60-cı sual nümunəsinə baxaq. Deməli, alqoritmin icrası nəticəsində A bərabərdir 3, B bərabərdir 9 olduğunu nəzərə alsaq, A və B dəyişənlərinin ilkin qiymətini tapın. Gəlin bunu kəsək. O tərəfdə ya da ola bilsin. Burada biraz səliqəsiz və yaxud da yer az ola bilər. Baxaq. Deməli, mən də A son olaraq 3 al olmubdu. A sonu. Bax, burada 3 alıbdı. Baxın burada. Buraya yazıram 3. Və B isə burada nə olubdu? 9 olubdu. Düzdürmü? İndi baxın müəllimlər. Mənim B-im burada dəyişibdir. Yəni belə deyək də, B burada hansısa bir ədəd alıbdı. Sonra A-la cəmlənibdir. İndi baxın, mənim 9 alıbdı. 9 plus. Yazacağım ki, A-nın qiyməti bəllidir. A 3-dür. Bura əslində bərabərlik yazmalıyıq. Plus niyə yazdıq? Deməli 9 bərabərdir. A neçə olubdur burada? 3. 3 plus deməli artıq mənim B-im elə bir ki bilmirəm nədir. Düzdürmü? Yazıram B. B nədir? B olur burada 6. Düzdürmü? Deməli, baxın. Bu qiymət 6 olubmuş. Yəni 6 bərabərdir. A-nın olsa bəllidir də. 3 vuraq B bölək 2. Düzdürmü? Hər tərəfi 2-yə vursam, onlar 12 bərabərdir 3B-yə. B nəyə olacaq? 4 olacaqdır. Düzdürmü? Rahat tapdıq. B olacaqdır. B. İndi artıq mənim B-im nədir? B-im 4-dür. Deməli, mənim B-imin iç qiymətini tapdım ki, 4-dür. İndi baxsaq. Bəs bu iç A nə olubdur? Bilmirəm də nə olubdur. Yəni, bura nə daxil elənibdir? 3 bərabərdir. A bölək 2 çıxaq. Baxın, B-nin qiymətini qoyuram yerinə 4. Hər tərəfi 2-yə vura bilərəmmi? Çox rahat. Onlar 6 bərabərdir. A minus neçə? 8. Düzdür? Buranın da A neçə olacaqdır? 14. Deməli, B-nin iç qiyməti 4 olubdur. A-nın isə 14. Varmı belə cavab? B-nin iç qiyməti cavabımız olacaq B bəndi. Hər şeyi verib sadəcə yerinə qoyub hesablamaq lazımdır. 61-ə baxaq. Deməli, alqoritm icrası nəticəsində y bərabər 20 olduğunu nəzərə alsaq, x dəyişəninin ilkin qiymətini tapın. Baxsaq, deməli, y nə olubdur burada? Alqoritm icrası nəticəsində y bərabərdir 20 olduğunu, son olaraq bizdə y 20 alınıb da, düzdürmü? Və x-in ilkin dəyərini soruşur bizdən. Yenə də mən bunu ştrixlə gedərəm, belə. 2 ştrix bərabərdir, ştrix. Y burada artıq iç dəyəridir. 2 ştrixə bərabərdir. Y yeni bir dəyər alıbdır. Bərabərdir. Yəni bunları vurmalıyıq da. Baxın, bu 2 ştrixə vurmalıyıq ki, biz son dəyəri alaq. Yazaram 20 bərabərdir. Mənfi 2 y ştrix minus x ştrix. Düzdür? Sadəcə olaraq yuxarıda verilmişləri gətirib qoyacam yerinə. Baxın, 20 bərabərdir. Mənfi 2
Mənim mənfi 2-mi y ştriximə vuracam. Y ştrixim nəyə bərabərdir? Mənfi x, mənfi x-ə bərabərdir. Baxın, mənfi x ştrixə bərabərdir. Bu olurmu? Mənfini mənfiyə vuranda mənə nə verir? Müsbət edir də. Bu olurmu? 2 x ştrix, x 2 ştrix. Yəqin ki, bu hissəni bildik. Minus x 2 ştrix. Düzdürmü? 20 bərabərdir. X 2 ştrix. Bunu tapdıq. İndi sadəcə olaraq nə edəcəyik? Artıq mən burada heç nə aparıb budur da mənim x ştrixim. X da buradan nəyə bərabər olacaqdır? X də bərabər olacaqdır 15-ə. Çox rahat. Cavabımız olacaqdır bəndi. 61-ə, üzr istəyirəm, 62-yə baxaq. Deyir, alqoritm icrası nəticəsində Sofya sözü neçə dəfə çap olunur? Deməli, baxsaq, 62-də görürsək, Sofya sözü neçə dəfə sadəcə olaraq baxın, burada çap olunacaqdır, burada çap olunacaqdır. Biz dövr sayını necə tapa bilərik? Biz nə zaman yox deyəcəyik? Yəni, nə zaman dövrdən çıxmalıyıq? 10 dəyərində. Yəni ki, biz 10 kiçikdir 10 deyəndə dövrdən çıxmalıyıq. Düzdürmü? Mənim n-min başlanğıc qiyməti var, m-min də başlanğıc qiyməti var. Yəni, burada artıq biri deyək də, yazsaq ki, və yaxud da 10, 11, 12-də düzdürmü? Problem deyil. Yəni, n bərabər deyir. Baxın, açıq yazıram. 2-nin üstünə 2 gələcəm, olacaq 4, düzdürmü? N bərabər deyir. Təzədən 4-ün üstünə gələcəm, 2 gələcəm, olacaq nə? 6, n bərabərdir 8, n bərabərdir 10. Bunu rahat yaza bilirik. Amma və lakin elə ola bilər ki, bu belə deyək də, böyük ədədlər ola bilər. O zaman siz dövrün sayını tapmaq istəyirsinizsə, baxın, belə bir metoddan istifadə edə bilərsiniz. N-in başlanğıcını veribdir 2-də, 2 plus, düzdürmü? Baxın, M2 x dövrün sayıdır. O zaman mən bunun yox qoluna nə zaman gedə bilərəm də? Böyük bərabərdir 10 olanda. Düzdür? Yəni, onu da ola bilər. Ondan da böyük. Buradan mən rahat dövrlərimin sayını tapa bilərəm. Yəni, bu problem deyil. Gəlin tapaq. Olacaq necə? Baxın, sadəcə biri getdim. Bir yerinə qoyub yazdım. Amma elə ədəd ola bilər ki, böyük olur. Mən sizə bunun ən rahat yolunu dedim ki, dövrün sayını belə tapmaq olur. Olur 2x böyük bərabərdir 8, x də böyük bərabərdir 4. Deməli, mənim bu hissə, baxın, bu hissə 4 dəfə icra olunub. Düzdürmü? Sofya 4 dəfə bura çapa gedəcəkdir. Düzdürmü? Əla. İndi, məsələn, burada deyərik ki, bəs n-i necə tapacağıq da? Yəni, n hər zaman bizdə 0-dan böyükdür və 3 də çıxılıbdır. İndi n-i tapmaq üçün mən nə elədim? N bərabərdir. N-in başlanğıc qiyməti nə idi? 2 idi. 2 plus 2 söhbət m-dən gedir. Mən dövr sayımı necə tapmışdım? Belə deyək ki, 4 tapmışdım. 4 vuraq 4. Düzdürmü? Bildikdə niyə 4-ə vurdu? Çünki 4 dəfə icra olunubdur. Neçə oldu? 10. 10 oldu. İndi belə. Və hər dəfədə, yəni 10. Mənim son qiymətim, yəni n-in son qiyməti 10-dur. 10-dur. İndi mən hər dəfə ondan 3 çıxacam. Məsələn, neçə dəfə 3 çıxacam ondan ki, 0-dan böyük olsun. Baxın, ondan çıxıram 3 bərabərdir 7. Böyükdürmü 0-dan? 7-dən çıxıram 3 bərabərdir 4. 4-dən çıxıram 3 bərabərdir 1 və 1 də böyük bərabərdir də, düzdürmü? 0-dan və o zaman yenə də dövrə düşürəm. Sonra artıq 1-dən çıxıram 3 olur mənfi. Artıq dövrdən dayandım. Burada 4 dəfə icra olundu. 4 dəfə icra olundu. İndi burada əslində mən nə zaman yox deyərəm? Nə zaman yox deyərəm? 0-dan kiçik halında da, düzdürmü? Yəni n
kiçikdir 0 halında mən yox deyəcəm. İndi baxın, mənbə, yəni elə ola bilər ki, məqsəd bizə nədən ibarətdir? Dövrlərin sayını tapmaqdan ibarətdir də, düzdürmü? Mənim dövrümün sayı burada 4 idi, burada 4 idi. Avtomatik olaraq bildim ki, mən 8 dəfə Sofyanı çap etmiş olacağam. Bunu yazdıq. Amma əgər böyük bir ədəd qoyursa, siz enin başlanğıc qiymətini qoyun yerinə. Enin başlanğıc qiyməti nə idi? Bayaqlarım 2 idi, amma burada artıq 2-ni yazmayacağıq. Baxın, burada artıq 2-ni yazmayacağıq. Çünki artıq mən 10 ilə gəlmişəm də dövrə. 10, 10 minus 3x, düzdürmü? Kiçikdir. Nədən? 0-dən. İndi baxın, yəni xırdalamağa çalışıram. İndi nə olur bu? 10 kiçikdir. Nədən? 3x-dan. Bilirik ki, riyaziyyatdan bəllidir ki, bizdə əgər bu bərabərsizliyi əldə etsək, x böyükdür 3-dən 3-də 1-dən. Deməli, x bərabər nə olacaq? 4 olacaqdır. Yəni 4-ü burada getdi çapa, 4-ü burada getdi çapa. Mən bunun addım-addım da yazdım sizə göstərmək üçün. Amma elə ola bilər ki, burada məsələn 10 tapmazsınız. Gedərsiniz eni bərabərə 100 taparsınız. Mənim baxacam ki, mən nə zaman dövrdən çıxaram? En kiçikdə 0 halında dövrdən çıxaram. O zaman enin başlanğıc qiymətini qoyun yerinə. Yəni nə ilə dövrə girdim mən onunla? Minus neçə dəfə 3 çıxa biləcəm. X-i qoydum, müqayisə elədim, verilmiş şərtlə orada dövrümün sayını tapdım. Yəni rahat yolu budur. Sadəcə hər ikisini izah eləməyə çalışdım ki, iki yol var. Sadəcə qısa daha alternativdir. Keçək 63-cü sual nümunəsinə. Baxsaq, bizdən nə soruşur? Müəyyən bir ədədlərin cəmini istəyib, sadəcə sual işarəsində o blok sxemi düzgün qurmalıyıq ki, verilmiş ədədlər qanuna uyğunluqla yazılsın. Baxsaq, əslində bu tipləri müəyyən bir-iki versiya ilə yazmaq olar. Sadəcə biz gedək görək, bizdə variantlara uyğun hansı verilibdir. Baxaq. Mənlər, əgər mənim başlanğıc qiymətim bilmirəm də nədir. Yəni başlanğıc qiyməti S-in sadəcə 0 qəbul edib bir cəm olacaqdır. Deməli S cəmlənəcək A5-dir. İndi görürəm ki, mən 6, 11, 16 və sonuc olaraq 206-nı mən ekrana çıxartmalıyam. Düzdürmü? Əgər mən əgər mən n kiçik bərabərdir 206 yazsam, n kiçik bərabər 206 yazsam, indi nə etməliyəm? Ən birinci artıq son olaraq 206 kiçik bərabərdir 206 deyib, mən verilmiş bu cəmi ekrana çıxartmalıyam. Ekrana çıxartmalıyam. Nə ilə cəmləməliyəm? S bərabərdir. S-in üstünə n gəlməliyəm. Son daxil elədiyim, müqayisə edeyim ədəd. Düzdürmü? Ondan sonra isə baxsaq. Və hər dəfədə A-nı veribdi, 5 vahid artırıbdı və 6-ın üstünə 5 gəlib 11 olub. Deməli, n-də A-la cəmləyib də. Yəni ki, n bərabərdir, n plus A. Düzdürmü? Bax belə. Əgər belə yazsam, bununla, bu ödənəcəkdir. Yəni, fərqi yoxdur. Amma və lakin, yazsam n kiçikdir, 206. Əgər bu şərti qoysam, o zaman son nə ilə girəcək dövrə? 201 ilə kiçikdir 206, düzdürmü? O zaman mən 206-nı çap etmək istəyirəmsə, n bərabərdir. N plus A yazıb. Sonra S bərabərdir. S-in üstünə n gəlməliyəm. Yəni, hər ikisini yaza bilərəm. Yəni, bu da mənə bunu verəcək. Sadəcə olaraq variantlara görək hansı var, yəni yazılmış qaydaya uyğun. Yəni, iki versiya düzgündür. Sadəcə yenə deyirəm, görək variantlardan hansını seçiblər. Baxsaq A variantına. Elə A variantı səhv etmirəmsə, bəli, düzgündür. Cavabımız olacaq A variantı. Keçək 64-cü suala. Alqoritmin icrası zamanı K dəyişəninin giriş qiyməti 45 olarsa, sonda S və T dəyişənləri hansı qiyməti alır? Deməli, faiz yenə də bilirik ki, qalığı bildirir. Baxsaq. 45-i daxil eləməli idik deyəsən, düzdürmü? 45. Deməli, baxsaq. 45-i daxil eləməliyik. Bizdə görək
bir alqoritm nə iş görür də? K-yə daxil eləmək istəyik. Deməli, n-in qiyməti nədir? N-in qiyməti bizdə 1-dir. 1 nə zaman ki 45 olacaq, o zaman biz hər qoluna doğru gedəcəyik. Amma bilirik ki 45-in özü artıq burada daxil olmayacaqdır. Çünki yəni 45 kiçikdirmi? 45-dən deyəcəm yox. İndi mən baxıram bura. Müəllimlər, baxın. E, Yəni buna iç-içə alqoritm desək və yaxud da yəni bir-birinin içində də biz bu, yəni bu da hə desəm, sonra bu hə deməliyəm, sonra bu hə deməliyəm ki, mən S-i n-lə cəmləyə biləm. Düzdürmü? İndi mən bunun rahat yolu nədir? Rahat yolu nədir? Baxın, burada 3, 3-ə bölünəndə də qalıq 0-a bərabər olmalıdır. N-ə bölünəndə də qalıq 0-a bərabər olmalıdır. Yəni n-lərə. N-in də hər zaman bir vahid artır. Deməli, mən S-i n ilə cəmləməliyəm və t-ni axırda çapa verməliyəm. Hansı ədədlərdir ki, ta ki 45-ə qədər olanların içindən 3-ə və 5-ə tam bölünür? Bu aydın məsələdir ki, 10-dur, 15-dir, 10 nə idi? 15-dir, düzdürmü? 15-dən sonra isə 30-dur. Düzdürmü? Artıq əgər n kiçik bərabər k olsa 45-in özü daxil olardı. Yəni 45 problem deyil, 45 də daxil eləyərdik. Amma mənə deyir ki, sən 45-ə qədər davam elə. Və baxın, n bölək 3 bərabərdir 0 və n bölək 5 bərabərdir 0. O deməkdir ki, daxil elədiyimiz ədəd həm 3-ə, həm də 5-ə bölünsün. Deməli, bu 15 və 30-dur. Və bunların cəmini soruşacaqdır. Bu eləyəcək 45, sayı da isə olacaq 2. Cavabımız 45, 2. Əslində, alqoritmi oxusaq, yəni onu deyir. Keçək 65-ci sual nümunəsi ilə. Burada mötərizələr çox adamı çaşdırır. Ona görə də mən bunu açıq yazacağım paintdə. Çünki mötərizələri necə qoyaq ki, o say bizi bircə dəqiqə çaşdırmasın. Baxaq. Deməli, S dəyişəninin qiymətini tapmalıyıq. X veribdir və i-miz verilibdir. Deməli, biz buradan addım-addım gedəcəyiz ta ki 5-ə kimi. Yəni, 5-ə kimi i5 olanda biz dövrdən çıxmalıyıq. Düzdürmü? Gedirəm, baxın, addım-addım yazıram. S bərabərdir. 0 kiçikdir 5-dən deyirəm, hə, S-i vuracam i-yə. S-im 0 idi, 0 idi. 0-dır. Düzdürmü? I-ni bir vahid artırıram. I bərabərdir, i olur 1. Və S bərabərdir. S-in üstünə 0 idi. Onu yazmağın bir mənası yoxdur. X-i vururam, X olur X kvadratı. Düzdürmü? Yenidən qaydıram dövrə. 1 kiçikdir 5-dən deyirəm, hə. S-i vuracam i-yə. S-im nə idi? X kvadratı vururam. Olur X kvadratı. Düzdürmü? İ'ni bir vahid artırıram. I olur 2. S bərabərdir. S-in üstünə. S-in baxın. Nə idi? Bu X kvadratı idi. Plus X kvadratını yazıram. İndi baxın müəllimlər. Əgər mötərizəni çaşdırmaq istəmiriksə, yəni neçə dənə mötərizə var. İndi burada mötərizələrin sayını görmək olur da rahat. Bunu mən atıram mötərizənin içinə ki, növbəti addımımda o mötərizələrin sayını itirməyim. Gedirəm, 2 kiçikdir 5-dən, deyirəm ki, hə, S-i vuracam i-yə. S-in nə idi? Baxın, indi görün mötərizə mənim köməyim necə gələcək. X kvadratı büyük X kvadratı. i-yə vururam da, i-min qiyməti 2 idi. Düzdür, vurduq. İni bir vahid artırıram. İ nə olur? 3. İndi, baxın, S bərabərdir. X kvadratı büyüyoruz. X kvadratı vuraq 2. Nə gələcəm üstünə? X kvadratın. Baxın, bunu da atıram mötərizənin içinə ki, növbəti addımda yenə çaşmayayım. 3 kiçikdir 5-dən. Deyirəm ki, hə. S-i vuracam i-yə. Artıq mötərizələrin belə deyək də, istiqaməti mənə bəllidir deyə
Çox rahat. Baxın indi plus x kvadratı. Bax mötərizə nəyə vururam? Burada vururam i-yə. Baxın i-min son limiti 3 idi. İ-ni bir vahid artırıram. İ olur 4. Əla. İndi bu ifadəni artıq daha açıq yazmıram. Üstünə x kvadratı gələcəm. Düzdürmü? Gəlirəm bunun üstünə x kvadratı. X kvadrat. Baxın mötərizəmi yenə qoyuram. Belə deyək də. Sonra da i-ni bir vahid artırıram. Belə deyək də. D- Deyirəm ki, kiçikdirmi? İ 4 kiçikdirmi? 5-dən deyirəm ki, hə. O zaman nə edəcəm bunun? Yenidən 4-ə vuracam. Düzdürmü? Vurdum və i-ni bir vahid artıracam. Olacaq i-nə 5 və sonradan bunun həmin cəmin üstünə nə gələcəm? X-in kvadratı. Artıq şərt ödənməyəcək deyə mən dövrdən çıxmış olacam. Baxın artıq mötərizələrimin sayı mənim üçün çox rahat oldu. Cavabımız olacaq, baxsaq, A bəndi. Bax belə. 66-ya baxaq. 66. Hə, çox düşən sual nümunələrindəndir. Ona görə də istəyirəm mən bunu o tərəfdə izah verim. Burada yenə də əsas məsələ dövrlərin sayını tapmaqdan ibarətdir. Tapaq. Görək nə deyir. Deyir ki, alqoritmin icrası nəticəsində x dəyişəninin 102 qiyməti alması üçün n-in elə bil ki, ən kiçik x nə idi? Ən kiçik qiymətini müəyyən eləməliyik. Aha. Baxsaq, mənlər. Ümumiyyətlə, alqoritmlərdə bu tipləri nə edərik? Mənim məqsədim nədir? Nə tapmalıyam? Nə etməliyəm? Baxsam, mən 102-ni ilk öncə almalıyam. Düzdür? Yəni, deyir ki, alqoritmin icrası nəticəsində x dəyişəninin 102 qiyməti almaq üçün. Yəni, məndə sonuc olaraq 102 ekrana çıxmalıdır. Amma nə zaman çıxmalıdır? Mən m-im nə zaman ki 1982-dən kiçikdir, hər qolunu icra edirəm. Mən nə zaman yoxa gedəcəm? M böyük, belə deyək də, bərabərdir 1982 olanda. Yəni, 1982 kiçikdirmi 1982-dən deyəcəm yox və mən yox qoluna gedəcəm. Amma dövrlərin sayını necə tapmalıyam, nə cür tapmalıyam, gəlin onu analiz edək. Mənimin x-in başlanğıc qiyməti verilib 6 plus 8. Mən bilmirəm ki, neçə dəfə dövr eləməliyəm. Bax burada. Yazıram 8A. X niyə yazmadım? Çünki bununla qarışdırmayaq. Dövrlərin sayını tapmaq da məqsəd düzdürmü? Bərabərdə 102. 102-də bilirəm ki, x sonda bunu alıbdır. 8A bərabərdir. Deməli, burada qalır 96. 96-nı da 8-ə böləndə A neçə olur? 12. Əla. Mən 12. Dövr sayımı tapdım. Dövr sayı. Baxın, mənim dövr sayım bəllidir ki, 12-dir. Düzdür? Əla. İndi məqsəd, baxın, aparıb bu dövr sayın hamısını qoyub, sadəcə bu bərabərsizliyin, belə deyək də, yerinə qoyub ən kiçik qiymətini tapmaq lazımdır. İndi m-in başlanğıc qiyməti 26. Yazıram 26 plus. N-im nədir? İndi baxın, biz bilmirik ki, n-ə yəni nə daxil eləmişik də, bilmirik hansı ədəd daxil eləməliyik. Amma mən onu bilirəm ki, mənim dövr sayım nədir? 12-dir. Düzdür? Yazıram 12. Düzdür? Böyük bərabərdir nədən? 1982-dən. Getsəm, 12n. Gedəcəm, indi kalkulyatorla bunu rahat hesablayaq ki, yəni çaşqınlıq olmasın. 1982-dən çıxaq 26, 1956 böləcəm nəyə? 12-yə. Bölək 12. Bərabərdir 163. Tam bölünür. Əla. Yəni, elə birbaşa yazıram ki, n bərabərdir 163 tam bölündüyünə görə. İndi əgər bu mənim
ən kiçiyim idi. Ümumiyyətlə dövrdən son çıxışımız bizim həmişə ən kiçik ədədimizi verir. Amma dövrdə ən son hansı ədədlə daxil olmuşuqsa, o bizim ən maksimumuzu verir. Əgər məndən ən maksimumu soruşsa, siz 26 + 11 n kiçikdir 1982 ilə tapmalıyıq. Gəlin tapaq, yəni problem deyil. 11 n kiçikdir 1982-dən çıxaq 26-sın, deməli 1956 eləmişdə, düzdürmü? 1956-nı da biz bölək 11-ə 1956 bölək 11 bərabərdir 177,8 yazacağım. Bunu elə birbaşa n yazıram. Artıq böldükdə n kiçikdir 177,8. Mənlə 177,8-dən kiçik ən böyük tam ədəd hansıdır? N bərabərdir 177. Əgər maksimumu soruşsa bunu götürəcəyik. Minimumu soruşsa bunu götürəcəyik. Yenə deyirəm. Əgər dövrdən çıxırıqsa hansı dövr sayını o bizə həmişə ən kiçiyi verir. Ondan bir dövr əvvəl isə ən böyüyü verir. Çox düşən sual nümunələrindəndir. Cavabımız burada olacaq D bəndi. 67-ci sual nümunəsinə baxaq. Deməli, yenə də bizə bir dənə, sadəcə buradan yazmayaq. Kiçikdir, isə ola bilsin, sığmaz. Deməli, bizdə A və B dəyişəninin son qiymətləri var. Sadəcə yenə də bayaqki sual nümunəsindəndir. İlk qiymətini tapmalıyıq və onların cəmini soruşur. Deməli, mənim A-m nə olubdur? A-m olub 9, düzdürmü? Yəni, son olaraq 9-u burada almışıq. A burada dəyişib ha. B bura nə olubdur? 3 olub da, düzdürmü? Yəni, baxın, 9 bərabərdir. B-m də proqramın, yəni alqoritm gedişat zamanı dəyişməyib də, düzdürmü? B-m də nədir? 3-dür. + A. Allah, mən burada A-m nəyə bərabərdir, müəllimlər? 6-ya bərabərdir. Deməli, baxın, bax, bu hissə mənə 6 verməlidir. Bax, bura mənə 6 verməlidir. Gedirəm. İndi 6-nı tapmaq üçün 6 bərabərdir. A vura. B-m onsuz da burada bəlli idi. B-ni nə tapmışdıq? 3 tapmışdıq. Bölək 2. Bax, fikir versək, mötərizə tam bölünübdür. Buradan olur 12 bərabərdir 3A. A da bərabər olur 4-ə. Üzr istəyirəm, A yox, B. B. Bitir. Yox, A. Deməli, A olur nəyə? 4-ə. Burada tapdıq A-mızı 4. Düzdürmü? Yəni, bu qiymətimizdə A-mız nə olubdur? Yəni, bax, burada 4 olubdur. Bax, burada 4 olubdur. Gedirəm, 4 bərabərdir. A-nı bölürəm 2-yə. Yəni, baxın, burada deməli, A-nı bölürəm 2-yə. Minus B. B-ni tapmaqda niyyətimiz. B-yi bilmirik nədir. 2 B-miz. Plus necə? 5. İndi mənim onsuz da burada ilk A-mı qoyacam da. Yəni, bayaqlar mən demək A iştirik, bərabərdə A2 iştirik. İlk A-mı qoyacam da yerinə. Düzdürmü? Bərabərdir. Nə olacaqdır burada? 14-ü böləcəm 2-yə minus B plus 5. Düzdürmü? Olacaqdır 4 bərabərdir 7 minus B plus 5. Buradan da bizdə 12 eləyir. Yəni 7-nin üstünə 5 gəlirəm 12 eləyir. 12-ni də bu tərəfə keçirdirəm. Olur nə? Mənfi eləyəcək də, düzdürmü? Olacaq -8 bərabərdir -B-yə. B də bərabər olacaq nəyə? 8-ə. Düzdürmü? İndi bizdən nə soruşur? İlkin qiymətlərinin cəmini soruşur. 8-in üstünə də 14 gələcəm. Olacaq nə? 22. Onsuz A-nın ilkin qiyməti verilmişdir. Cavabımız olacaq E bəndə. 67-nin də
68 deməli nə deyir? Təyinat tapmaqdır. Baxaq görək nə deyir. YN daxil eləməliyik. S-imiz Y-ə bərabərdir. Baxın müəllimlər, görək bunun başqa nə versi, yəni nəsə verilibmi? Şərt falan. Yox, verilməyibdir. Biz burada nə edirik? Özümüzdən ümumiyyətlə ən gözəli ədəd daxil eləməkdir ki, görək buradan nə baş verir. Y-N, tutaq ki, mən N-ə daxil eləmişəm 3-ü də. S də Y-ə bərabərdir. Y-ə də daxil eləmişəm 5-i. Özümdən ixtiyari ədəd daxil eləmişəm. S də deyir ki, mən 5-ə bərabərəm. K da 1-ə bərabərdir. Hər dəfə də K N-ilə müqayisə olunur. Baxın, bu hər qolu və deyir Y. Bu ixtiyari məndən ədəd istəyir. Gəlin Y-ə bir dənə, məsələn, 6 daxil edir. Sənə deyir ki, S-in böyükdür Y-dən. Mənim S-im nə idi? 5-dir. 5 böyükdür 6-dan. Deyirəm, yox, K-nı bir vahid artıracam. K olacaq 2. 2 kiçikdir 3-dən deyirəm, hə? Y-ə özüm bir dənə mənfi də daha deyirəm, mənfi 10. Gedirəm, müqayisə edirəm. S böyükdür Y-dən. S-im nə idi müəllimlər? 5 idi. 5 böyükdürmü Y-dən? Deyirəm ki, hə. O zaman deyir ki, S mən gedib Y-ə bərabər oluram. S gedir mənfi 10-u alır. İndi mən bura eni kiçik bir ədəd daxil eləmişəm. K-nı da bir vahid artacam. K olacaq 3 və dövr dayanacaq. Amma məqsəd nədən ibarətdir? Baxın, 2 dənə ədəd daxil eləmişdim. 6 mənfi 10. Getdi S nəyi aldı? Mənfini aldı. Deməli, daxil edilmiş ixtiyari ədəddən ən kiçiyini S gedir, ən kiçiyini almağa çalışır. Ən kiçiyini alır. Baxın, məqsəd budur. İndi görək bizdə variantlarda nə cür qeyd edilibdir. Deməli, M plus bir sayda olmayacaq. Çünki neçə dəfə biz ədəd daxil ediksə, o qədər müqayisə elədik də, düzdürmü? Cavabımız olacaq, deməli, M plus 1 olmaz. N sayda ixtiyar ədəddən ən böyüyünü, xeyr, N sayda ixtiyar ədəddən ən kiçiyini cavab verir. Cavabımız olacaq E bəndi. Cavabımız olacaq E bəndi. Keçək 69-cu sual nümunəsindən nə deyir burada? Alqoritm nəticəsini müəyyən edin. Baxsaq. Bayaqçı sual nümunəsindən də sadəcə olaraq burada görək nə deyir bizə. İynin başlanğıc qiyməti verilib deyir. Və hər dəfə də F ilə cəmlənəcək. Deməli, i nə zaman yox qoluna gedər? Yəni 17, 18, 19-dur da, düzdürmü? Üzr sistemi 18 və 19-a kiçik bərabərdir axı burada. 17-də dövr yenə hə qoluna gedəcək. Deməli, mənim i-im böyükdür 17 olmalıdır. Baxın, bunun inkarını tapdım. İndi mən gedim dövr sayını tapım. I-imin başlanğıc qiyməti nədir? 2-dir. Böyük 6x böyükdür 17. Düzdür? 6x böyükdür 15-dən. X da bərabərdir 2 tam nə qədərsə. Yəni mən 3. Deməli, mən burada dövrüm 3 dəfə icra olunacaqdır. Düzdürmü? Əla. Deməli, müəllimlər, F də hər zaman i-ni cəmləyəcəkdir. Gəlin, 3 dəfə gedəcəyik. Birincidə nə olacaqdır? 2, düzdürmü? Ödəniləcəkdir. 2-ni cəmləyəcək. Sonra i-ni 6 varid artıracaq, olacaq 8. 8 kiçik bərabərdir 17-dən deyəcəm, hə? Üstünə gələcək 8. Düzdürmü? Sonra artıq 8-i gəldi. Sonra i-ni təzədən 6 varid artıracaq, olacaq 14. 14 kiçik bərabərdirmi 17-dən deyəcəm, hə? Bir də gələcəm 8-i. Düzdürmü? Yəni F-in üstünə 8 14-dür. Çünki 6 varid artırdı. Düzdürmü? Artıq mən 3 dəfə dövr elədim. Mənim olacaq nə? Qiymətim 24. İndi gedirəm 24 böyükdür 0-dan deyirəm, hə? O zaman D bərabərdir 24-ü 6-ya böləndə qalığım nə olur? 0 olur da, düzdürmü? Düşürəm aşağı, deyir ki 0-ı 2-yə böləndə qalıq 1-ə bərabərdir. Yox. Yox dedim deyə
Mən təzədən qayıdıram, baxın, bax bu hissəyə. F bərabərdir. F-in son qiyməti nə idi? 24 idi. 24-ü 6-ya bölən tam hissənə düşür. 4 düşür, düzdürmü? Qayıdıram, 4 böyükdür 0-dan deyirəm, hə. 4-ün 6-ya bölünməsindən alınan qalıq nəyə bərabər? Sıfıra bərabər yox, 4-ün özünü qaytaracaq da. Yəni D bərabər olacaq 4-ə. 4-ü 2-yə bölündə qalıq 1-ə bərabərdirmi? Yox. O zaman təzədən F bərabərdir. F-i böləcəm nəyə? 4-ə və onun tam hissəsini götürəcəm. 4-ü 6-ya böləndə 0-dan nə qədər eləyir? Mənim tam hissəm 0 olacaqdır. Artıq şərt ödənməyəcəkdir və mənim qiymətim olacaq 0. B bəndi. Keçək 70-ə. Deməli, bu sadə alqoritm növüdür. Sadəcə olaraq müqayisə edib həll edəcək. 12 böyükdür 8-dən. Deyirəm ki, hə, o zaman sadəcə burada bilsin nədir, maraqlısı. Çox adam gedir y3-ə vurur, sonra bölür x-ə. Xeyr, bu belə deyil. Çünki birinci z bərabərdir. Y vuraq 3 bölə x-dır. Əgər bunu tam bölmək istəyirəmsə, o zaman z bərabərdir. Y vuraq 3 bölək x olmalı idi. Mən 3-ü böləcəm x-a. 3-üm nə x-a? Deməli, z bərabərdir. Açıq yazaq. Y-imiz neçədir? 8 vuraq 3 bölək 12. Düzdürmü? Və mən burada bununla ixtisar gedər bunu. Burada qalar 4, burada qalacaq 1. 8 dənə 4 mənə cavabı verəcək 2. Cavabımız olacaq 2. Mənlər izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah davamını da çəkib paylaşacağım. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, hər biriniz üçün bu video faydalı olar. Sağ olun, Allaha əmanət olun.